Salyanda tarixi zəfərin 5 illik yubileyinə həsr edilmiş tədbir gerçəkləşib. Tədbir Salyan rayonunun Kürsəngi kənd tam orta məktəbində baş tutub. Tədbir Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Səməndər İmanovun əziz xatirəsinə həsr edilib. Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri, Şirvan Salyan Regional Təhsil İdarəsinin təmsilçiləri, şəhidin döyüş yoldaşı Qazi Samir Süleymanov iştirak edərək Səməndər İmanovdan bağlı xatirələrindən söhbət açıblar. Tədbirin təşkilatçısı hərbi jurnalist Roza Əli qızı çıxışı zamanı şəhid Səməndər İmanovla döyüşü zamanı görüşdüyünü və ondan müsahibə aldığını da qeyd edib. O müsahibəsində şəhidin dilə gətirdiyi "bu dəfə qələbə, mütləq qələbə olacaq" sözlərini vurğulayaraq Səməndərin son arzusunun vətənimizin zəfəri ilə gerçəkləşdiyini bildirib. Təəssüf ki, bu müsahibədən bir neçə gün sonra qəhrəman əsgər şəhidliyi zirvəsinə ucalıb. Tədbir zamanı məktəblilər tərəfindən vətənpərvərlik ruhunda şeir ifa edilib, şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub. Tədbirimiz çox gözəl alındı. Həqiqətən də Kürsəngi Orta Məktəbinin şagirdləri bizi çox heyrətləndirdi. Məktəb rəhbərliyinə, Şirvan Salyan regionalının rəhbərinə təşəkkür edirəm ki, bu imkanı bizə verdi və bunu yaratdı. Bugünkü tədbir, yəni bizim Əsgər Cəmiyyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşəbbüsü idi. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə keçirdik bunu. Mən şəhid Səməndər İmanov haqqında çox qürurla danışa bilərəm. Füzuli uğrunda gedən döyüşlərdə orada çox bizim qəhrəman oğullarımız var idi. Onlardan biri də Səməndər İmanov idi. Mən kim söz demək istəyir, özümü döyüşçülərə tutarkən Səməndər irəli girdi. Çox cəsurcasına, çox mərd, üzündən, gözündən sanki o qələbənin sevincini yaşayırdı. Səmil Quliyev bugün informasiya proqramı üçün.